Hə, dekabr ayı da gəlib çatdı və təbii ki, bir çox investorun ağlında eyni sual var. Növbəti böyük fürsət hardadır? Elə bugün biz də bir analitikin, belə deyək, radarında olan 5 çox maraqlı səhmə baxacaq. Görək hər birinin hekayəsi nədir və niyə məhz onlar diqqət mərkəzindədir? Bilirsiniz, noyabrda bazarlar biraz, necə deyərlər, sakitləşdi və dərhal da hamının ağlına o məşhur sual gəldi. Bəlkə də süni intellekt köpüyü nəhayət partlayır, o böyük qızdırma bitirirmi? Amma bugün baxdığımız analitik deyir ki, tələsməyin. Onun fikrincə qorxulu heç nə yoxdur. Bu bir çöküş deyil, əksinə qaçıldığımız qatara yenidən minmək üçün əla bir fürsətdir. Yəni, söhbət köpüyün partlamasından getmir. Sadəcə, bazar növbəti böyük sıçrayışdan əvvəl bir anlıq nəfəsini dərinir. Vəssalam. Yaxşı, bəs bu fürsətlər haradadır? Gəlin başlayaq. İlk olaraq, birbaşa süni intellekt trendinin, belə deyək, tam ürəyində olan və son vaxtlardakı enişlərdən sonra çox cəlbedici görünən 3 şirkətə baxacağıq. Və siyahımızdakı ilk ad süni intellekt çipləri dünyasının ağır toplarından biridir. Advanced Micro Devices, yəni hamımızın bildiyi kimi AMD. Düzü çox vaxt Nvidia'nın kölgəsində qalır, amma səhmlərindəki bu son eniş var ha, bax o, analitiklərin gözündə qırmızı siqnal yox, yaşıl işıq yandırıb. Yəni, ucuzlaşanda al fürsəti. Və baxın, bu heç də kiçik bir eniş deyil ha, söhbət təxminən 25%lik bir geri çəkilmədən gedir. Analitikaya görə isə, məhz bu kəskin düşüş ağıllı investorlar üçün çox nadir bir giriş nöqtəsi yaradır. Yaxşı, bəs bu qədər optimizm haradan qaynaqlanır? Gəlin baxaq, birincisi, analitiklər inanır ki, AMD nəhayət Nvidia'nın dominantlığına ciddi şəkildə meydan oxuyub ondan bazar payı ala biləcək. İkincisi, və bu çox vacibdir, onların yeni MI450 çipi. Təsəvvür edin ki, bütün bir data mərkəzini tək çox güclü bir superkompüterə çevirir. Bu, nəhəng şirkətlər üçün inanılmaz dərəcədə cəlbedicidir. Və bir də texniki tərəfi var, qrafiklərdə göstərir ki, səhm qiyməti hazırda, necə deyərlər, möhkəm bir dayaq nöqtəsindədir. Gəlin biraz da rəqəmlərdən danışaq, onlar özləri hər şeyi deyir. Baxın, əgər səhm sadəcə olaraq əvvəlki zirvəsinə qayıtsa, söhbət 30%lik bir qazancdan gedir. Az deyil, eləmi? Amma analitiklər deyir ki, bu hələ başlanğıcdır. Onlar daha irəli gedərək uzun müddətli perspektivdə təxminən 50%lik bir artım potensialı görürlər. İndi isə keçək ikinci süni intellekt şirkətinə, Broadcom. Onların yanaşması isə tamamilə fərqlidir. Yəni, Nvidia və ya AMD kimi hər kəs üçün çip istehsal etmək yerinə onlar tamamilə başqa bir yolla gedirlər. Broadcom'un strategiyasını belə düşünün. Onlar supermarket deyil, xüsusi dərzi sexidir. Yəni, hər kəsə eyni köynək satmırlar. Əksinə, Apple, Meta, Alphabet kimi nəhənglərin qapısını döyüb deyirlər. Sizə nə lazımdırsa məhz onu hazırlayacaq. Onlar bu şirkətlər üçün tamamilə unikal xüsusi çiplər hazırlayırlar. Və süni intellekt dünyası getdikcə daha mürəkkəbləşdikcə bu cür dərzi işi həllərə tələbat da partlayır. Broadcom da təbii ki, bu trendin tam mərkəzindədir. Amma burada hamının ağlına gələn bir sual var. Səhəmin qiyməti onsuz da demək olar ki, tarixi zirvəsindədir. Yəni, qatar artıq getməyib ki. Analitik deyir, yox, qətiyyən. Onun fikrincə, səhm bir müddət sanki yerində sayıb, nəfəs dərib və indi yeni bir sıçrayışa hazırlaşır. Bu da yüksəlişin hələ davam edəcəyinin bir siqnalı ola bilər. Və gəldik, süni intellekt üçlüyümüzün sonuncu, amma çox maraqlı üzvünə, Applied Digital. Bu şirkəti təsəvvür etmək üçün qızıl hərisliyi dövrünü düşünün. Hamı qızıl axtararkən ən çox pulu kim qazanırdı? Əlbəttə ki, külüng və bel satanlar. Bax, Applied Digital da süni intellekt dünyasında məhz həmin külüng və bel təminatçısıdır. Onlar texnologiyanın özünü yox, onun işləməsi üçün lazım olan o vacib infrastrukturu qururlar. İş modelləri isə açığı, dahiyanədir. Baxın, vəziyyət belədir. Nvidia deyir ki, bağışlayın, bütün çiplərimiz satılıb, növbəyə yazılın. Applied Digital isə ortaya çıxıb deyir, heç narahat olmayın, bizdə sizə lazım olan hesablama gücü var, gəlin icarəyə götürün. Ən maraqlısı isə odur ki, onlar hələ bir dənə də olsun kərpiç qoymamışdan əvvəl müştərilərlə uzun müddətli müqavilələr bağlayırlar. Bu nə deməkdir? Milyonlarla dollarlıq investisiya riskini demək olar ki, sıfıra endirirlər. Çox ağıllı, deyilmi?
Yaxşı, bəs bu ağıllı strategiyanın mükafatı nə ola bilər? Analitiklərin ən optimist proqnozu hazır olun, mövcud qiymətdən tam 80% artım. Əlbəttə, bu cür yüksək potensial həm də yüksək risk deməkdir. Amma qazanc da buna görə böyük ola bilər. Beləliklə, gəlin bu üçlüyü qısaca ümumiləşdirək. Deməli, AMD Nvidia ilə birbaşa ringə çıxan rəqibdir. Broadcom xüsusi sifarişlərlə işləyən ustadır. Applied Digital isə bütün bu oyunun səhnəsini quran, yəni infrastrukturu təmin edən şirkətdir. Gördüyünüz kimi, hər üçü də süni intellekt tortundan fərqli bir dilim götürməyə çalışır. Süni intellekt, bəli, bugünün mövzusudur. Amma gəlin biraz gələcəyə baxaq. Sabahın böyük hekayələri harada yazılır? İndi baxacağımız iki şirkət biraz daha risklidir. Amma analitikaya görə potensial qazancları da bir o qədər böyükdür. Və ilk olaraq müdafiə texnologiyaları sahəsinə gedirik. Şirkətin adı Anduril Holdings. Təsəvvür edin, sərhədləri, hərbi bazaları və ya digər vacib obyektləri qorumaq üçün köhnə üsul kameralar və çəpərlər yerinə süni intellektlə işləyən tam avtonom dronlar ordusu istifadə olunur. Bax, Anduril məhz bunu edir və bu sahədə sözün əsl mənasında oyunun qaydalarını dəyişir. Onların əsas məhsulu qutuda dron adlanır. Yəni bir qutudan çıxır və bütün ərazini tam avtonom şəkildə özü qoruyur. İnsan müdaxiləsi minimaldır. Bu sistem həm daha ucuz, həm də daha effektiv olduğu üçün şirkət həm hökumətlərlə, həm də böyük şirkətlərlə dayanmadan yeni müqavilələr bağlayır. Və analitiklərin proqnozu nədir? Hiperartım. Yəni illik 100%-dən çox böyümə. Bəli, 100%-dən çox. Və gəldik siyahımızdakı sonuncu şirkətə. MP Materials. İlk baxışdan adi bir mədən şirkəti kimi görünə bilər, amma əslində hekayə daha dərindir. Bu şirkət təkcə biznes yox, həm də milli təhlükəsizlik və yerli istehsal üçün çox strateji bir rol oynayır. Və bu şirkətin səhm qrafikinə baxanda vəziyyət çox dramatikdir. Zirvədən tam 50% aşağı düşüb. Bəli, yarı-yarıya. Təbii ki, bu da analitik üçün yenə o klassik düşüşü al siqnalını yandırır. Bəs şirkətin strategiyası nədir? Çox sadə və güclü bir adı var. Mədəndən maqnitə. Məqsəd budur, bütün prosesi A-dan Z-yə qədər ABŞ daxilində saxlamaq. Onlar nadir torpaq elementlərini öz mədənlərindən çıxarırlar, sonra onları öz zavodlarında emal edirlər və sonda elektrikli avtomobillər, müdafiə sistemləri, yəni demək olar ki, bütün müasir texnologiya üçün həyati olan o super güclü maqnitləri istehsal edirlər. Yaxşı, bəs bu qədər böyük enişə rəğmən bu inam haradandır? Səbəblər çox güclüdür. Birincisi, bu şirkət sadəcə bir gün edəcəyik deyən xəyalpərəstlərdən deyil, onlar artıq real istehsalatla məşğuldular. İkincisi, onların bütün işi birbaşa ABŞ-ın milli təhlükəsizlik maraqlarına xidmət edir. Və son olaraq, JP Morgan və Goldman Sachs kimi Wall Street-in nəhəngləri də bu yaxınlarda şirkətə, necə deyərlər, öz keyfiyyət nişanını vurub reytingini qaldırıblar. Bu çox şey deməkdir. Beləliklə, 5 fərqli şirkət, 5 fərqli hekayə, süni intellekt, müdafiə, strateji materiallar. Bəs bütün bu maraqlı seçimlər arasında analitikin öz favoriti, yəni ən yaxşıların yaxşısı dediyi şirkət hansıdır? Və analitikin yekun seçimi AMD-dir. Bəli, elə başladığımız yerə qayıtdıq. Səbəbi isə onun öz sözləri ilə desək, çox sadədir. Səhmdəki bu kəskin eniş həqiqətən nadir bir alış fürsəti yaradıb və AMD kimi böyük, özünü sübut etmiş bir şirkətə məhz bu qiymətdən sərmayə qoymaq, portfeldəki digər daha riskli seçimləri balanslaşdırmaq üçün çox ağıllı bir gedişdir. İndi isə söz sizdədir. Bütün bu təhlili dinlədiniz. Bu 5 şirkətdən Nvidia-nın rəqibi AMD, xüsusi çip ustası Broadcom, infrastruktur qurucusu Applied Digital, gələcəyin müdafiəçisi Anduril və ya strateji oyunçu MP Materials hansının hekayəsi sizə daha cəlb edici gəldi? Hansı sizin diqqətinizi daha çox çəkdi? Bu sualın cavabı bəlkə də sizin öz araşdırmanız üçün mükəmməl bir başlanğıc nöqtəsi olar.